Sabahınız xeyirli olsun. Bakı Məhkəmə kompleksində ədalət mühakiməsi davam edir. Təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyanı ittiham olunduğu cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesində məhkəmə istintaqı davam edir. Və bir neçə dəqiqədən sonra növbəti baxış iclası başlayacaq. Hazırda isə həmin növbəti baxış iclasına hazırlıq işləri aparılır. Göründüyü kimi zərərçəkmişlərin qeydiyyatı aparılır. Qeyd edək ki, həmin zərərçəkmişlər məhkəmədə zərərçəkmiş qismində əyləşirlər və ifadə verirlər. Və görüntülərdə onu deməyə əsas verir ki, bugünkü məhkəmə prosesi də zərərçəkmişlərin ifadə verməsi ilə davam edəcək. Qeyd edək ki, bu zərərçəkmişlərin yalnız kiçik bir hissəsidir. Yəni cinayət işi üzrə keçən zərərçəkmişlərin yalnız kiçik bir hissəsidir və zərərçəkmişlərin bir hissəsi isə məhkəmə prosesində üzürlü səbəbdən iştirak edə bilmirlər, amma onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqləyirlər. Bununla bağlı məhkəməyə müraciətlər ünvanlayırlar, ifadələrinin məhkəmədə elan olunmasını xahiş edirlər və eyni zamanda məhkəmədən ədalət tələb edirlər. Qeyd edək ki, Ruben Vardanyan ölkəmizə və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinir. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə ittihamlar irəli sürülür. Məhkəmə istintaqı artıq bir ilə yaxındır davam edir. Məhkəmə prosesində zərərçəkmişlərin ifadələri dinlənilir. Eyni zamanda iş üzrə keçən sübutlar araşdırılır, tədqiq olunur. Bugünkü məhkəmə iclasında da müəyyən sənədlərin, sübutların araşdırılması, tədqiq olunması həmçinin gözlənilir. Açıq keçən məhkəmə iclası ilə bağlı biz xəbərlərin növbəti buraxılışında daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq. Hələlik isə bu saata Bakı Məhkəmə kompleksinə çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük.